Salam hörmətli şagirdlər və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim İşğəliyev. Bugündən başlayaraq öz YouTube kanalımda siz dəyərli izləyicilərimiz üçün riyaziyyat və riyazi təfəkkür mövzularında testlər və mövzu izahları verməklə sizlərə faydalı olmağa çalışacağam. İnanıram ki, video dərslər sizin üçün həm maraqlı, həm də faydalı olacaqdır. Bizim bugünkü mövzumuz bir çox tələbələrin əziyyət çəkdiyi və düşünməklə çoxlu vaxt sərf etdiyi mövzulardan biri olan ağac aralıq məsələləridir. Bu tip məsələləri həll etmək üçün bizim bilməli olacağımız iki əsas qeyd vardır. Biz bu iki əsas qeydi bilməklə istənilən tipdə olan ağac aralıq məsələlərini həll edə bilərik. Əvvəlcə sizə bildirmək istərdim ki, məsələ tiplərində ağac sözünün yerinə dirək və yaxud da işıqfor sözləri də verilə bilər. O səbəbdən biz suallarda dirək gördükdə, işıqfor gördükdə və yaxud da hər hansı başqa bir cisim adının ağac sözünün əvəz edilməsindən şahidi olduqda qətiyyən narahat olmamalı və misaldan qorxmamalıyıq. Və qeydlərə nəzər etdirək. Birinci qeydimiz düz yolda neçə ağac əkmək olar deyə bir qeyd yazmışam burada. Bunun mənası ondan ibarətdir ki, əgər siz məsələnin şərtini nəzər etdikdə, məsələnin şərtində yolun uzunluğu və eləcə də iki ağac arasındakı məsafə verildikdə, sizdən şərtdə sonda düz yolda neçə ağac əkmək olar deyə soruşsalar, o halda bunun üçün yazmalı olduğumuz həll indi qeyri-nizami izahda özünü əks etdirəcək. Məsələn, belə bir sualla biz izahat verək. Deyək ki, yolun uzunluğu 80 metrdir. Yazaq burada nümunə 1. Nümunə 1. Bizə verilsin ki, yolun uzunluğu 80 metrdir. Yazıram buraya, yol 80. Bizə desin ki, iki ağac arasındakı məsafə 4 metr olmaqla neçə ağac əkmək olar? Bu halda iki ağac arasındakı məsafəni biz qəbul edirik nə qədər? Məsafəni qəbul edirik 4 metr, şərtdə verilirsə. Bir neçə ağac əkmək olar? Neçə ağac? Neçə ağac deyə məndən soruşulursa, qeyd etdiyim kimi, biz burada nə edəcəyik əsas? Yolun uzunluğunu bölürük iki ağac arasındakı məsafəyə. Yəni nə? Yəni 80-i bölürəm 4-ə, alıram nə? 20. Bundan yekunlaşırmı? Xeyr. Aldığım 20-nin üzərinə bir vahid əlavə edirəm. Yekunda alıram 21 ağac. Bu o deməkdir ki, 80 metr uzunluğunda bir yolda ağaclar arasındakı məsafə 4 metr olmaq şərti ilə 21 ağac əkmək mümkündür. Bundan başqa, mən indi bir misal verəcəm. Siz videonu saxlatdırın və sualı həll edin. Ardınca isə izahata baxın. Görək ki, izahatı nə dərəcədə başa düşmüsünüz. Sual belə verək ki, uzunluğu 120 metr olan bir yolda yol 120 metr. Hər 3 metrdən bir dirək bərkidilib. Hər 3 metrdən bir dirək bərkidilib. Və məsafə 3 metr. Cəmi neçə dirək bərkidilib? Neçə dirək bərkidilib? Videonu saxlayın, özünüz həll edin. Aha. İndi biz bunun izahatına baxaq. Biz belə izahat verəcəyik ki, yol 120 olduğuna görə 120 yolu bölürəm 3 məsafəsinə, alıram 40. Və yaşını 40-ın da üzərinə bir əlavə eləyəcəm, alacam 41 ağac, deməli 41 dirək bərkitmək olar. Artıq mən əminəm ki, bu tipdə bir siz sual görsəz, rahat bir şəkildə həmin sualı həll edə bilərsiniz. Bundan əlavə, gəlirik ikinci tip suala. İkinci tip sualımız nədən ibarətdir? İkinci tip sualımız ondan ibarətdir ki, əgər bizə məsələnin şərtində deyilsə ki, hər hansı bir ərazi verilib və soruşulsa ki, verilən ərazinin kənarları boyunca neçə ağac əkmək olar? Belə soruşularsa, biz artıq indi yazacağım necə deyirlər, tipdə məsələyə yanaşacaq. Nümunə 3. Bu nümunə 3 idi. Deməli, uşaqlar, burada nə baş verir? Məsələ ondan ibarətdir ki, sizə verə bilər ki, düzbucaqlı formasında eni 30, uzunluğu
40 olan bir düzbucaqlı formasında çəpər olsun və yaxud da hasar olsun, fərqi yoxdur. Deyir ki, burada hər 4 metrdən bir, 4 metr olmasın, hər 5 metrdən bir olsun. Hər 5 metrdən bir dirək bərkidilib və yaxud da ağac əkilib. Məsafə nə qədər olur? Hər 5 metrdən bir ağac bərkidilib, ağac əkilib. Deyir ki, həmin neçə ağac əkmək olar? Neçə ağac? Neçə ağac? Bunu həll etmək üçün biz birinci bunu təsəvvür etməliyik. Düzbucaqlı formasında bir həyat sahədir. Burada eni 30, uzunluğu 40-dırsa, biz bunun ilk önce tapmalıyıq nəyini uşaqlar? Perimetr. Perimetrini tapmaq olsun da nə yazıq? 2 vurulsun 30 üstə gəl 40. Bizə perimetri bunu verəcək 140. Hər 5 metrdən bir deyirsə, yəni ikisinin arasındakı məsafə 5-dirsə, 140-ı böləcəyi 5-ə alacaq 28. Bu da o deməkdir ki, həmin bu ərazidə aralarındakı məsafə 5 metr olmaq şərti ilə 28 ağac əkmək mümkündür. Beynimizdə sual yaranır. Ay müəllim, bəs burada üstünə bir gəlməliyik. Xeyr uşaqlar. Üzərinə bir yalnız bir istiqamətdə olanda üzərinə bir əlavə edirik. Verilən ərazi boyunca deyildikdə isə biz hər hansı bir əlavə, bir vahidini əlavə etməyəcəyik. Gəlin başqa bir məsələni mən yazdım. Sizə bildirim. Yenə də videonu saxlayın. Özünüz həll edin. Sonra da videonun izahına davamında baxın. Fərz edək ki, eni 20, uzunluğu 40 olan bir düzbucaqlı formasında həyətyanı sahədə bağban hər belə deyək ki, 3 metrdən bir ağac əkir. Məsafə 3 metrdir. Hər 3 metrdən bir ağac əkir. Cəmi neçə ağac əkiləcək? Neçə ağac əkmək olar? Yenə də mən burada formanı çəkirəm 20, 40, burada 20, burada 40. Yenə bunun perimetrini tapacağım. Necə tapacağım? 2 vurulsun. Bəli, 20 üstə gəl 40. Perimetri verdi mənə 120. Və hər 3 metrdən bir dediyi üçün nə edirəm? 120-ni bölürəm 3-ə. Alıram ki, 40. Deməli, bu deməkdir ki, bu ərazi boyunca 40 dənə ağac əkmək mümkündür. Aydın oldu mu bu uşaqlar bizə? Sizə bildirmək istərdim ki, bu tip suallar lisey qəbul suallarına da düşə bilir. Və ümumiyyətlə, lisey sınaq imtahanlarında da bu tip suallarla siz qarşılaşa bilərsiniz. Əlavə olaraq bir qeyd isə nəzərdə çatdırmaq istərdim ki, düz yolda neçə ağac əkmək olar şərtində əgər desələr ki, yolun hər iki tərəfi, şərtin sonunda hər iki tərəfi də ifadəsi işlədilərsə, sən aldığın cavabı 2-yə vurmalısan. Yəni, nəyə görə? Yol əgər bir istiqamətlidirsə, onda elə əvvəl dediyimiz kimi, nə edirsən? Yolun uzunluğunu ağaclar arasındakı məsafəyə bölüb üzərində bir gəlirsən, bir istiqamətli olanı tapırsan. Amma yolun hər iki tərəfi boyunca desə, onda sən nə etməlisən? Bunun bir sağı var, bir solu var, elə deyilmi? Onda sən nə etməlisən? Aldığın cavabı 2-yə vurmalısan. Bu halda sən, necə deyərlər, yolun hər iki tərəfində bərkidilmiş dirəklərin sayı olsun və yaxud da əkilmiş ağacların sayı olsun, fərq etməz. Rahat bir şəkildə tapa bilərsən. İnanıram ki, izahlar sizin üçün aydın oldu və faydalı oldu və mən əminəm ki, imtahanlarda bu mövzu ilə bağlı hər hansı bir sualla qarşılaşanda mütləq şəkildə onu doğru şəkildə yazacaqsınız. Videonu bəyəndinizsə, bəyənməyi unutmayın. Kanala abunə olmağı da yaddan çıxartmayın. Sizə uğurlar arzu edirəm. İnşallah növbəti dərslərdə görüşərik. Hələlik.